Salam əziz dostlar. Bugünkü mövzumuz, deməli, biz axırıncı dəfə çəkdiyimiz video, təqribən 2 ay bundan əvvəl biz o videonu işləmişdik. Deməli, birinci hissədə teoremanın tətbiqi ilə, diferensial hesabın tətbiqi ilə deməli, funksiyaların araşdırılmasına baxdıq. Biz orada minimum, maksimum, böhran nöqtələr haqqında danışdıq və deməli, funksiyanın tətbiq edilməsi ilə deməli, videomuzu bitirəcəyik, lakin ona vaxtımız çatmadı. Yəni, dedik ki, növbəti hissədə biz bunu yerinə yetirək. Çünki o da geniş anlayışdır, ona da özünə bir vaxt ayırmaq lazımdır. Ona görə də biz qərara gəldik ki, onu ayrıca çəkək. Yəni, bunun əvvəlki axırıncı çəkilmiş videonun ardı olaraq ikinci hissədir, yəni part 2. Yəni, part 1 artıq bundan əvvəl çəkilir. Yəni, mövzu olaraq eyni mövzudur, onun davamını biz çəkirik. Deməli, baxdığımız bu funksiya, gördüyünüz kimi kəsb rasional funksiyadır. Bunun qrafikini tədqiq eləmək lazımdır. Deməli, bu qrafiki necə tədqiq elə, bu funksiyanın necə tədqiq eləmək olur, onun qrafiki necə qurmaq olar dəqiqliklə. Keçən dərslərin mövzularımızda biz ona demişik ki, toxunmuşuq bu mövzuya ki, yəni teoremanın tətbiqi ilə funksiyanın araşdırılması geniş anlayışdır. Yəni, biz o teoremanın tətbiqi ilə funksiyanı dəqiq araşdıra bilirik, onun qrafikini sxematik olaraq deməli, doğru dürüst tədqiq edə bilirik. Çünki teoremanın tətbiqi ilə biz o funksiyanın böhran nöqtələrini tapa bilirik. Sonra, məsələn, bilirsiniz ki, keçən mövzularımızda bunları izah eləmişik. Teoremanın sıfıra bərabər olduğu nöqtələr funksiyanın stasionar nöqtələridir. Teoremanın sıfıra bərabər olduğu və teoremanın olmadığı daxil nöqtələr isə, yəni funksiyanın təyin oblasına daxil olan nöqtələrdə, o nöqtələrdə funksiyanın teoreması yoxdur. Deməli, bax, bu qəbuldan olan nöqtələr, bir də stasionar nöqtələr birlikdə deməli, funksiyanın böhran nöqtələri adlanır. Yəni, bu şəkildə biz bunu belə deyirik ki, funksiyanın teoremasının sıfıra bərabər olduğu və teoremanın olmadığı daxil nöqtələr verilmiş funksiyanın böhran nöqtələridir. Bəli, amma bilirsiniz ki, funksiyanın teoremasının sıfıra bərabər olduğu nöqtələr onun stasionar nöqtələridir. Yəni, stasionar nöqtələrdir. Deməli, biz böhran nöqtələrini funksiyanın minimum, maksimum nöqtələrini funksiyanın böhran nöqtələri arasında axtarırıq. Yəni, ikinci mövzularımızda bu məsələlərə toxunmuşuq. Bu funksiyanın qrafikini deməli, teoremanın tətbiqi ilə tədqiq edək. Bilirsiniz ki, bax, bu funksiyanın deməli, təyin oblastı burada df bərabərdir. Gördüyünüz kimi, bax, bu funksiyada deməli, əgər biz demişik ki, arqumentin funksiyanı mənalı edən qiymətlər çoxluğu verilmiş funksiyanın təyin oblastıdır və burada biz mütləq x-i birdən nə eləməliyik? Fərqli götürməliyik. Yəni, birdən fərqli olmalı ki, verilmiş funksiyanın deməli, həmin nöqtədə mənası yoxdur. Ona görə də deməli, x burada birdən fərqli olmalıdır və deməli, verilmiş funksiyanın təyin oblasında mənfi sonsuzluq 1 birləşər. Deməli, bir müsbət sonsuzluğun intervalı verilmiş funksiyanın nə edir? Təyin oblastıdır. Bəli. Deməli, bu funksiyanın qrafikini tədqiq eləmək üçün, qurmaq üçün ilk öncə biz bu funksiyanın teoremasını tapmalıyıq. Deməli, teoremasını tapaq. Sonra biz orada verilmiş funksiyanın asimptotlarını tapmalıyıq. Şaquli asimptot, sonra maili asimptot, sonra əgər varsa, deməli, üfüqi asimptot. İlk öncə məsələlər haqqında mən qısa sizə məlumat verim. Əgər bax, limit x yaxınlaşır a, fx, deməli, a-ya soldan sağdan yaxınlaşarsa, yəni, bax, verilmiş x yaxınlaşır a, fx bərabərdir, məsələn, sonsuzluq olarsa, yəni müsbət sonsuzluq, yəni mənfi sonsuzluq, yəni x a-ya soldan sağdan yaxınlaşarsa, deməli, o müsbət sonsuzluğa və yaxud mənfi sonsuzluğa yaxınlaşarsa, onda belə təyin olunmuş a nöqtəsi verilmiş funksiyanın nə edir? Yəni, x bərabərdir a nöqtəsi, a düz xəttdir. Bu düz xətt, deməli, verilmiş funksiyanın şaquli asimptotu olacaq. Yəni, bu oldu şaquli asimptot. Şaquli asimptot. Əgər limit x yaxınlaşır sonsuzluq, müsbət sonsuzluq ya mənfi sonsuzluq, deməli, fx bərabərdir hər hansı bir b ədədinə, yəni funksiyanın limiti bir b-ni versə, onda deməli, verilmiş funksiyanın üfüqi asimptotu y bərabərdir b düz xətti var. Deməli, b düz xətti verilmiş funksiyanın nə olar? Üfüqi asimptotu olar.
Biz bunu keçən dərslərimizdə sizə izah eləmişik, keçən mövzumuzda izah eləmişik olarsa. Sonra burada maili asimtot necə tapılır? Əgər üfüqi asimtot varsa, biz onu da dedik sizə keçən mövzumuzda, əgər üfüqi asimtot varsa, deməli funksiya maili asimtota malik deyil. Əgər üfüqi asimtot yoxdursa və kəsr asimtot funksiyanın deməli sürətin dərəcəsi, yəni sürətdəki olan çoxəldinin dərəcəsi məxrəcdə olan çoxəldinin dərəcəsindən bir dərəcə böyük olarsa, onda bu maili asimtota malikdir. Gördüyünüz kimi, bax, bu kəsr asimtot funksiyaya nəzər yetirsək, görərsiniz ki, sürətdə olan çoxəldinin dərəcəsi məxrəcdə olan çoxəldinin dərəcəsindən bir vahid böyükdür. Ona görə deməli, bu maili asimtota malikdir. Bu maili asimtota malikdirsə, deməli, onun üfüqi asimtotu olmayacaq. Amma biz maili asimtotu bir necə təyin edirdik, onu da göstərək. Məsələn, əgər y bərabərdir, maili asimtot y bərabərdir kx plus b şəklində verilirsə, onda budursa, əgər maili asimtot varsa və o mütləq kx plus b şəklində veriləcək, deməli, onda burada hansı şərt ödənməlidir? Onda limit deməli, x yaxınlaşır sonsuzluğa, fx minus kx plus 5b deməli, bərabər 0 şərti ödənməlidir. Fx minus deməli, bu fərq 0-a yaxınlaşmalıdır. Yəni, x-i sonsuz qiymətini artırdıqca, deməli, verilmiş funksiya ilə fx-in demək olaraq qiyməti kx plus b-nin qiymətinə yaxınlaşır. O fərq nəyə bərabər olur? 0-a bərabər olur. Yəni, biləsiniz ki, bu sadəcə bu limitin qiyməti 0-a yaxınlaşır. Biz burada bərabər 0 götürürük. Bu yaxınlaşma deməkdir. Yəni, tam olaraq 0 olmur. Yəni, o verilmiş funksiyanın qrafiki maili asimtota sonsuz yaxınlaşır, amma onunla üst-üzə düşmür. Bəli, yəni o məsafə 0-a yaxınlaşır sanki. Bunların qiymətləri təqribən bir-birinə bərabərləşir. Təqribən bu funksiyanın qiyməti bu xətti funksiyanın qiymətinə bərabər olur və o fərq təqribən götürəndə onlar bir-birinə o qədər yaxın olur ki, o fərqi biz 0 götürə bilirik. Yəni. Bu o deməkdir. Yəni tam mənada bu 0-a bərabər deyil. Yəni biz onu o şəkildə qələmə vermirik. Sadəcə bu belədirsə, onda biz məsələyə belə yanaşırıq ki, fx çıxılsın deməli kx üstəgəl b fərqi bir sonsuz içilən funksiya kimi biz qeyd edə bilərik. Yəni, alfa x funksiyası sonsuz içilən bir funksiyadırsa, bilirsiniz ki, limit x-ə yaxınlaşanda, limit x yaxınlaşır sonsuzluq olduqda, deməli, alfa x-in limiti nə olmalıdır? 0 olmalıdır. Deməli, bu əgər buna bərabərsə, deməli, bu limitdə 0. Deməli, burada alfa x funksiyası nədir? Yəni, bu funksiyanın özü, yəni, bax, bu limitin, deməli, x yaxınlaşır sonsuzluq, fx minus kx plus b fərqi, bax, bu bir funksiyadır. Bu funksiyanın özü artıq bizdə nə olur? Sonsuz içilən funksiya olur. Ona görə ki, deməli, x sonsuzluğa yaxınlaşanda bu funksiyanın limiti nəyə yaxınlaşır? 0-a yaxınlaşır. Deməli, bu sonsuz içilən funksiya olur. Deməli, biz bunu sonsuz içilən funksiya şəklində ifadə edə bilərik. Yəni, alfa x burada nədir? Sonsuz içilən funksiyadır. Yəni, göstərmək olar ki, limit x yaxınlaşır sonsuzluq, alfa x nəyə bərabərdir? 0-a bərabər. Yəni, sonsuz içilən funksiyadır. Yəni, biz bunu bir alfa x-lə ifadə edə bilərik. Onda, deməli, biz burada bu mötərizəni açsaq, fx minus kx minus b bərabərdir alfa x. Buradan biz fx deməli, çıxılsın kx bərabərdir. Deməli, b üstəgəl alfa x yaza bilərik və hər tərəfdən limit x yaxınlaşır sonsuzluq şərtlə limitə keçsək, yəni hər tərəfini x-ə bölək, birinci x-ə bölsək, yenə verəcək. Verəcək, deməli, f2x bölünsün 2-k bərabərdir b üstəgəl alfa x bölünsün x. Bəli, biz bunun hər tərəfindən, deməli, limit x yaxınlaşır sonsuzluq şərtlə limitə keçsək, yəni limit x yaxınlaşır sonsuzluğa, deməli, fx bölünsün x-k bərabərdir limit x yaxınlaşır sonsuzluq, deməli, b üstəgəl alfa x bölünsün x. Deməli, bu şərtdə biz limitə keçsək, deməli, x sonsuzluğa yaxınlaşmaq şərti ilə limitə keçsək, yəni bərabərin hər tərəfini limitin alsaq bu şəkildə, onda bilirsiniz ki, sabitin limiti özünə bərabərdir. Onda biz burada nə alırıq? Limit x yaxınlaşır sonsuzluq, deməli, fx bölünsün x çıx k. Çünki sabitin limiti özünə bərabərdir. Ona görə də elə bu kanunu verəcək bizə. Bu da bərabərdir. Bilirsiniz ki,
Deməli, bu bizə alfa x sonsuz kiçilən funksiyadır. Yəni, burada sürətin limiti bölək məxrəcin limiti kimi baxsaq, biz burada. Deməli, bilirsiniz ki, sabitin limiti özünə bərabərdir. Bu b-ni verəcək bizə. B üstə gəlinsin, burada da verəcək bizə 0. Çünki bu sonsuz kiçilən funksiyadır. B üstə gəl 0. Deməli, b bölünsün x şəklində bir funksiya alır. X də sonsuzluğa yaxınlaşanda, deməli, yenə bu nəyə yaxınlaşırıq? 0-a yaxınlaşırıq. Deməli, bu şəkildə bu limit 0-a yaxınlaşır. Deməli, bu funksiyanın, bax, bu limitin qiyməti 0-a yaxınlaşır. Ona görə də, deməli, biz burada yazmaq bərabərdir 0 və buradan k-nı tapırıq ki, k bizdə necə təyin olunur? K bərabərdir, deməli, limit x yaxınlaşır sonsuzluq, fx bölünsün x. Deməli, k-nı biz bu şəkildə tapa bilirik. Yəni, bu, əgər bu maylı asimpotdursa, onda deməli, bax, bu bərabərlikdən biz k-nın qiymətini tapa bilirik. Və sonra biz burada, məsələn, tutaq ki, bax, bu bərabərlikdən istifadə edəsək, bax, bu bərabərlikdən istifadə edəsək, fx minus kx bərabər b plus alfa x bərabərliyindən istifadə edəsək, onda biz burada hər tərəfi yenə x yaxınlaşır, sonsuzluq şəklində limitə keçsək, bax, buradan, deməli, limit x yaxınlaşır sonsuzluq, deməli, fx minus kx bərabərdir. Deməli, bilirsiniz ki, burada da sabitin limiti özünə bərabərdir. Yəni, elə bunun özünü verəcək, b-ni verəcək. Alfa x də burada sonsuz kiçilən funksiya olduğuna görə bu 0-ı verəcək. Deməli, biz buradan nə alırıq? Elə b bərabərdir, bu ifadəni alırıq. Yəni, bu bərabərliyi alırıq. Çünki burada alfa x sonsuz kiçilən funksiyadır. B də sabit olduğuna görə sabitin limiti özünə bərabərdir. B-nin üstü 0 gələndə də b-ni verir. Yəni, b bərabər olacaq buna. Yəni, təyin elədik ki, b də belə təyin olur. Yəni, b də bərabərdir. Limit x yaxınlaşır sonsuzluq fx minus kx. Deməli, biz b-ni də belə təyin edə bilirik. Bu bərabərliklərdən deməli, biz b-ni təyin edə bilirik. Gəlin, bax, bunlardan istifadə edib verilmiş funksiyanın deməli, şərquli asimptotunu və maili asimptotu. Bilirsiniz ki, burada maili asimptotu varsa, dedik ki, kəsirin sürətindəki çox həllinin dərəcəsi, məxrəcdəki çox həllinin dərəcəsindən 1 vaid böyük olarsa, onda bu funksiya, belə bir kəsr rəsmi funksiya, deməli, maili asimptota malikdir. Əgər funksiyanın maili asimptotu varsa, o üfüqi asimptota malik deyil. Biz bunu keçən mövzularımızda izah eləmişik sizə. Buna görə deməli, biz bunları silək. Deməli, biz burada bir şərquli asimptotu tapacaq, bir də maili asimptotu tapacaq. İndi şərquli və maili asimptotları tapaq. Deməli, dostlar, deməli, biz ilk öncə deməli, burada k-nın şərquli asimptotu tapmaq üçün bilirsiniz ki, burada limit x yaxınlaşır 1-ə soldan, bəli, deməli, x-in kvadratı, yəni fx bərabərdir limit x yaxınlaşır 1-ə soldan, x-in kvadratı çıx 2x üstə gəl 2 bölünsün x çıx 1. Bilirsiniz ki, bu biz burada deməli 1 yazsaq, burada 1 yazsaq, 1-in kvadratı. Bax, burada məxrəcdə sürətdir. Deməli, burada nə verir bizə? Deməli, biz burada x-in kvadratı çıx 2 üstə gəl 2 bölünsün x minus 1. Deməli, bu məxrəc sıfıra çevrilir, sürət də 2. Deməli, 2 bölünsün 0 bizə nə verir? Qeyri-müəyyənlik verir. Yəni, bizə nə verir bu? Mənfi sonsuzluq. Deməli, bu limit mənfi sonsuzluğa yaxınlaşır. Soldan yaxınlaşanda. Sağdan yaxınlaşanda limit x yaxınlaşır 1-ə sağdan, fx bərabərdir. Limit x yaxınlaşır 1-ə sağdan, deməli, x-in kvadratı çıx 2x üstə gəl 2. Bəli, x minus 1. Bu da bizə verəcək müsbət sonsuzluğu. Bəli. İndi onu qrafik çəkəndə görəsiniz ki, doğrudan da belədir. Yəni, funksiyanın qiyməti, belə baxışlayın, arqumentin qiyməti sağdan 1-ə yaxınlaşdıqca verilmiş funksiyanın qiyməti sonsuz artır, sonsuz böyüyür. Deməli, soldan yaxınlaşdıqca sonsuz kiçilir. Yəni, sonsuz kiçilir. Yəni, sonsuz kiçilir deyəndə
qiymət çəkisidir də, yəni mənfi sonsuzluğa doğru gedir. Yəni sonsuz çıxılan funksiya ilə bunu bir ölçmək olmaz. Sonsuz çıxılan funksiya o funksiyadır ki, əgər limit sıfıra bərabərdirsə, deməli müəyyən yaxınlaşmada verilmiş funksiyanın limiti sıfıra bərabərsə, onda verilmiş funksiya sonsuz çıxılan funksiya olur. Onu siz bilirsiniz, keçən mövzularımızda onları biz sizə izah eləmişik. Amma burada deməli qrafik olaraq elə bir şey, funksiyanın qiyməti mənfi sonsuzluğa doğru gedir. Amma burada isə müsbət sonsuzluğa doğru gedir. Yəni o şarquli asimptota sonsuz yaxınlaşır, amma onun üstə düşür. Onu qrafik olaraq sizə tədqiq edəndə funksiyanın qrafikini tədqiq edəndə göstərəcək. Deməli biz buradan tapdıq ki, verilmiş funksiyanın şarquli asimptotu nədir? X bərabərdir 1. Biz bunu biraz öncə sizə izah edədik. Şarquli asimptotu nədir? Deməli bu oldu funksiyanın şarquli asimptotu. Şarquli asimptotu oldu. Sonra bilirsiniz ki, üfüqi asimptot yoxdur, heç onu araşdırmağa dəyməz. Yəni araşdırsaq da görərsiniz ki, doğrudan da o elə deməli onun üfüqi asimptotu yoxdur. Çünki söhbətdəki çox adının dərəcəsi, məqsəddəki çox adının dərəcəsindən bir varit bölür. Deməli verilmiş funksiya maili asimptota malikdir. Maili asimptota maliksə deməli üfüqi asimptotu yoxdur. Deməli biz şarquli asimptotu tapdıq. Sonra indi burada araşdıraq maili asimptotu. Yəni bax ki, maili asimptot bizə y bərabərdir kx plus b şəklində verilir. Biz burada biraz öncə izah elədik sizə. K burada necə tapılacaq? Deməli, K bərabərdir limit x yaxınlaşır sonsuzluğa fx bölünsün x şəklində tapılacaq. Bu da bərabərdir. Biz bunu yazsaq, limit x yaxınlaşır sonsuzluq. Deməli, onda biz nə alırıq? Əgər bölürsə, burada x-in kvadratı çıxı x alınacaq. Deməli, olur x-in kvadratı çıxı 2x üstə gəl 2 bölünsün məxrəcdə x-in kvadratı çıxı x. Yəni biz f(x)-ə böləndə, əlbəttə burada 1 bölü x-ə vurulanda, deməli burada alınacaq, x-in kvadratı x alınacaq və onu bir başa yazılır. Yəni ki, başa düşərsiniz burada, yanarlı bir çevirmədir. Sonra, indi biz burada verilmiş funksiyanın limitini hesablayaq. Onda biz burada nə edəyək? Belə bir çevirmə aparaq. Limit x yaxınlaşır sonsuzluq. Sonra məxrəci x-in kvadratına bölsək, biz burada nə alırıq? Deməli, 1 çıxılsın 2 bölünsün x, üstə gəl 2 bölünsün x-in kvadratı, bölünsün 1 çıxılsın 1 bölə x. Bərabər. Gördüyünüz kimi burada x sonsuzluğa yaxınlaşanda bu həddə sıfıra yaxınlaşır, bu da sıfıra yaxınlaşır, bu da sıfıra yaxınlaşır. Burada nə alırıq? 1 bölünsün 1 alırıq, deməli o da 1 verir bizə. Deməli, k-nın qiyməti nə oldu? 1-ə bərabər oldu. K-nın qiyməti 1-ə bərabər oldu. Deməli, onda biz B-nin qiymətini tapmalıyıq. B-nin də qiyməti nədir? B-nin də qiyməti bilirsiniz ki, biz biraz önce onu sizə izah elədik. B bərabərdir limit x yaxınlaşır sonsuzluq. Deməli, fx minus kx şəklində biz onu tapırdıq sizlə. Deməli, biz belə göstərmişdik sizə onu. Bu bərabərdir. Limit x yaxınlaşır sonsuzluq. Deməli, fx-in ifadəsini yazırıq. X-in kvadratı minus 2x üstə gəlir 2 bölünsün x minus 1 çıx. Deməli, burada k-nın qiyməti 1 olduğuna görə, deməli, burada nə yazırıq? Deməli, 1 vuraq x olar x verəcək bizə. Deməli, bunu alırıq. Və bu limiti hesablayırıq. Deməli, bərabərdir. Limit x yaxınlaşır sonsuzluq. Deməli, x minus 1-i x-ə vurub sürətə əlavə eləsək, onda biz burada nə alırıq? X-in kvadratı çıxılsın 2x üstə gəl 2 çıx x-in kvadratı deməli, üstə gəl x alır. Əxəşdə x çıxdı. Bərabər. Çünki burada mənfi olduğuna görə, deməli, x-i mənfi x-ə vuranda olacaq mənfi x-in kvadratı. Sonra mənfi x-i mənfi 1-ə vuranda olacaq üstə gəl x. Ona görə deməli, bu şəkildə biz onu yazdıq. Bu da bərabərdir. Şimdi burada oxşar toplamları sürətli islah edək. Deməli, x-in kvadratına x-in kvadratı getdi. Burada nə qaldı? Qaldı burada limit x yaxınlaşır sonsuzluq. Sürətdə qaldı deməli 2 çıx x. 2 çıx x bölünsün x minus 1 qaldı. Deməli 2 çıxılsın
deməli burada müsbət 2, buradan da mənfi 2x üstə gəlir x oldu, mənfi 2x, yəni 2 çıx x yazılır. Bu alınır. Və buradan deməli biz bərabərdir. Burada bir çevirmə aparsaq, limit x yaxınlaşır sonsuzluq. Deməli biz burada nə edə bilərik? X minus 1-i necə yaza bilərik? Deməli 2 minus x. Biz burada bunu bu şəkildə də yaza bilərik. Deməli, bunun qarşısına bir mənfi atıb, o şəkildə də baxa bilərik məsələyə. Mənfi, əgər ki, x minus 2 yazsaq, dönsün x minus 1 belə yaza bilərik. Və bu şəkildə biz bunu belə yaza bilərik. Bərabərdir limit x yaxınlaşır sonsuzluğa. Deməli, mənfi, burada olacaq x minus 1 yaza bilərik, bölünsün x minus 1. Və məxəşlərə bərabər olan kəsirlərin çıxılması üçün baxsaq məsələyə, onda biz necə baxaraq məsələ? Bərabərdir, limit x yaxınlaşır sonsuzluq. Deməli, yazarıq onda x minus 1 mənfi x minus 1 bölünsünlər x minus 1. Bilirsiniz ki, bunu verəcək, çıxılsın. Deməli, bunu əlbəttə biz bunu belə yazsaq, işarə şəklində yol verməliyik. Ona görə biz bunu belə yazaq. Deməli, çıxılsın, 1 bölünsün, x minus 1 yazarıq. Bu şəkildə yazsaq, deməli, işarə şəklində yol verməliyik. Bu mənfiyə görə biz deməli, sonra nəsə orada işarə şəkli etməmək üçün, deməli, biz bunu çıxardırıq ümumiyyətlə mötərizənin xaricində və daxildə bunu belə parçalayırıq. Və əlbəttə ki, burada məxəşlərə bərabər olan kəsirlərin çıxılması üçün baxanda bizə də qayda bunu verir. Bu da bərabərdir. Deməli, işarə şəkli olmasın deyə və 2 dəfə mötərizədən istifadə edərik. Sonra deməli, limit x yaxınlaşır sonsuzluq. Bizə nə verir? Bu 1 verir. Deməli, bizə verdi mənfi 1 çıxılsın 1 bölə x minus 1. Bunu verir bizə. Bu şəkildə. Onda bu da bərabərdir. Gördüyünüz kimi, bax, burada əziz dostlar. Burada gördüyünüz kimi 1 bölü x minus 1 deməli, x sonsuzluğa yaxınlaşdıqca, yəni x-in qiyməti sonsuz böyüdükdə, deyək ki, modulda sonsuz böyüdükdə, deməli, verilmiş, bax, bu həddin qiyməti nəyə yaxınlaşır? Sıfıra yaxınlaşır. Bəli, bu sıfıra gedir. Ona görə də burada qalacaq 1 çıx 0-da 1 verəcək. Deməli, sabitin də limiti özünə bərabərdir. Burada nə alırıq? Bu limit bərabər olur mənfi 1-ə. Tapdıq ki, deməli, bu limit nəyə bərabərdir? Mənfi 1-ə bərabərdir. Onda deməli, mənfi 1-ə bərabərdir. X yaxınlaşır sonsuzluq. Deməli, mənfi 1-ə bərabər və tapdıq ki, B-nin də qiyməti nəyə bərabərdir? B-nin də qiyməti tapdıq ki, mənfi 1-ə bərabərdir. Bu şəkildə onda buradan alırıq ki, verilmiş maili asimtot nəyə bərabərdir? Y bərabərdir. Deməli, K-nın qiyməti 1-dir, olacaq 2x. B-nin də qiyməti mənfi 1-dir, onda çıxıq 1. Yəni, tapdıq ki, deməli, bu da oldu, Y bərabərdir. X çıxıq 1, bizdə oldu, deməli, maili asimtot. Maili asimtot, bəli. Bax, bunu da belə tapdıq. Deməli, maili asimtotda oldu. Y bərabər x minus 1 maili asimtot. Bunu tapdıq. Biz bunları silə bilərik artıq. Bunları silər. Funksiyanın qrafikini tədqiq eləmək üçün artıq bizə yer lazımdır. Ona görə bunları silər. Deməli, bax bu şəkildə, əziz dostlar. Deməli, bu artıq oldu. Biz şaquli asimtotla dəqiq müəyyən elədik, maili asimtotla dəqiq müəyyən elədik. Deməli, funksiyanın tədqiq olunmasında əsas məsələlərdən də biri elə onun şaquli, üfüqi və də maili asimtotlarının aşkar olunmasıdır. Yəni, onlar mütləq aşkar olunmalıdır. Çünki funksiyanın tədqiqində böyük rolu var. Çünki onları biz mütləq çəkməliyik. Və biz burada həm də teoremadan istifadə edirik. Orada biz minimum maksimum nöqtələrini tapmalıyıq. Verilmiş funksiyanın böhran nöqtələrini tapmalıyıq və həmin böhran nöqtələrinə görə də funksiyanın artma azalma aralıqlarını müəyyən etməliyik. Yəni, funksiyanın tədqiqində bu vacib məsələdir. Ona görə biz demişik ki, teoremanın tətbiqinə funksiyanın araşdırılması deməli, daha dəqiq yerinə yetirildiyi üçün deməli, teoremanın tətbiqindən istifadə etmək daha əlverişlidir.
Deməli belə. Onda biz verilmiş funksiyanın teoremasını tapaq. F teorema x bərabərdir. Siz hardınız kəsirin teoremasını bilirsiniz. Bunu keçən mövzularında biz izah eləmişik. Gəl 2 böl x minus 1-in teoreması. Bərabər. Deməli bilirsiniz ki, kəsirin teoreması nəyə bərabər? Süətin teoreması bıraq məxrəc. Süətin teoreması bizə nə verəcək? Elə şifahi baxmalarda 2x minus 2 verəcək. Deməli 2x minus 2 vurulsun məxrəc x minus 1. Sonra çıxılsın məxrəcin teoreması vuraq sürət. Məxrəcin teoreması 1 verəcək. Deməli, biri də elə x-in kvadratı x plus 2-yə vuranda elə bunu özüm verəcək. Onda burada bu çıx işarəsinə görə burada işarələr dəyişəcək. X-in kvadratı deməli, üstə gəlməsin 2x çıx 2 alınacaq burada. Bölünsün məxrəcin kvadratı, x minus 1-in kvadratı. Bunu sadələşdirək, bərabərdir. Deməli, bunları da sadələşdirsək, burada nə gedir bizə? Deməli, bunu varsaq 2x-in kvadratı, 2x-in kvadratı, çıx 2x, sonra çıx 2x, yəni 2x-i burada x-ə 2x-in kvadratı, çıx 2x, sonra çıx mənfi müsbətə mənfi 2x, sonra mənfiyə müsbət üstə gəl 2. Çıxılsın x-in kvadratı, üstə gəl 2x, çıx 2. Böl x minus 1-in kvadratı. Bərabərdir. Bunları da sadələşdirək. Deməli, sadələşdirsək, burada 2x-in 1 ilə bu 2x gedəcək. Sonra bu 2 ilə bu mənfi 2 gedəcək. Burada nə qalacaq? Qalacaq, deməli, süətdə x-in kvadratı çıx 2x qalacaq. Çünki 2x-in kvadratından x-in də kvadratını çıxanda burada 1x-in kvadratı qalacaq. Deməli, x-in kvadratı çıx 2x qalacaq burada. Bölünsün x minus 1-in kvadratı. Bu da bərabər, x-i də burada ortaqlığı çıxarsaq. Deməli, burada olacaq x minus 2 bölünsün x minus 1-in kvadratı. Bu şəkildə. İndi burada biz bilirsiniz ki, funksiyanın stasionar nöqtələrini tapmaq üçün biz teoremanı sıfıra bərabər eləməliyik. Ona görə deməli, biz burada nə edirik? Teoremanı sıfıra bərabər edirik, yəni f3x bərabər 0 tənliyi həll edirik. Deməli, f3x bərabər 0 tənliyi həll edirik. Onda biz burada nə alırıq? Onda alırıq ki, x vurulsun x minus 2 bölünsün x minus 1-in kvadratı. Deməli, bərabərdir 0. Bərabər 0. Və bu tənlik də bilirsiniz ki, nəyə ekvivalentdir? Deməli, bu tənlik ekvivalent olacaq. Deməli, sistemə və burada heyət, sistemin içində bir heyət, yəni hasil sıfıra bərabərsə, bu qalan heç olmasa biri sıfıra bərabərdir. O bizə nəyə gəlir? Heyətə gəlir. Yəni, x bərabərdir 0, x minus 2, yəni x bərabərdir 2 alınacaq. Buradan x bərabərdir 2. Və buradan x fərqli nə olmalıdır? X fərqli 1 olmalıdır. Bu şəkildə verilmiş tənlik bu sistemə nə oldu? Ekvivalent oldu. Deməli, biz burada nəyi tapdıq? Tapdıq ki, deməli, funksiyanın stasionar nöqtələri burada 0, 2-dir. Deməli, həmin nöqtələrə görə bir aralıq qururuq. Aralıq. Məsələn, tutaq ki, bax, belə bir ədəd oxunu çəkək və burada göstərək ki, x 1-dən fərqlidir. Onu da nəzərə alırıq. 1-ə bərabər deyil. Sonra bu olsun 0 nöqtəsi. 0 nöqtəsi. Bu da olsun, deməli, 2 nöqtəsi. Biz sual verə bilərsiniz ki, müəllim, orada nə üçün siz o nöqtələri daxil eləmədiniz? Məxrəc məlumdur ki, daxil olmamalıdır, bir orada daxil olmamalıdır. Amma biz burada 0-ı da 2-ni də orada daxil eləmədik ona görə ki, əziz dostlar, mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki 0 heç bir işarə qəbul eləmir. Bilirsiniz ki, bu 0 ilə 2 burada teoremənin sıfırlarıdır. Teoremənin sıfıra çevirən qiymətləridir. Yəni, argumentin o qiymətləridir ki, teoremə həmin qiymətlərdə sıfıra bərabərdir. Ona görə də teoremənin sıfıra bərabər olduğu nöqtələrdə stasionar nöqtələrdir. Deməli, sıfırlar heç bir işarə qəbul etmədiyinə görə biz orada deməli sıfırı daxil eləmirik. Biz burada işarəni müəyyən eləməliyik. Siz bilirsiniz ki, teoremənin
sıfırdan böyük olduğu aralıqlar, funksiyanın törəməsinin sıfırdan böyük olduğu aralıqlar funksiyanın artma aralığıdır. Törəmənin sıfırdan kiçik olduğu aralıqlar isə deməli funksiyanın azalma aralıqlarıdır. Bunu siz bilirsiniz. Keçən mövzularımızda biz bunları izah eləmişik. Məsələn, biz bunları aralıqlara ayırsaq belə, burada görərsiniz ki, deməli, məsələn, sıfırdan sonra bir qiymət verək, məsələn, -1 versək, ya da bax, bura baxın. Deməli, bax, bu ifadəyə baxın, bu bərabərin sol tərəfinə baxın. Deməli, burada x-ə biz arqumentdə 0 belə bağışlayın, -1 qiyməti versək, bu olacaq mənfi, bu da olacaq mənfi, mənfiyə müsbət. Sonra bilirsiniz ki, bu da müsbət olacaq. Deməli, bu aralıq oldu müsbət. Sonra 0 ilə 1 aralığında qiymət versək, məsələn, 0,5 versək, 0,5 versək, görürsünüz ki, bu mənfi verəcək. Bu müsbətdir, deməli, hasil mənfi olacaq. Deməli, bu müsbət olsa da belə, yəni, sürət mənfi olduğuna görə, deməli, bu da mənfi olacaq. Məlum məsələdir. Burada bir təkrarlanır deyək, əziz dostlar, bir təkrarlanır deyək, burada işarələr eyni olacaq, bilirsiniz. Əgər burada işarə müsbət olsaydı, burada da müsbət olacaq. Burada mənfidirsə, deməli, burada da mənfi olacaq. Onu da sizə xatırlanır. Amma siz qiymət verib yenə də yoxlaya bilərsiniz. Məsələn, 1,5 qiyməti verək, sözümüzün həqiqəti olduğunu görərsiniz ki, 1,5 versək, buradan 1,5 qiyməti versək arqumentə, 1,5-dən 2 çıxanda mənfi 0,5 qalır. Mənfi 0,5-də müsbət 1,5 olanda mənfi verəcək. Məxrəc də müsbətdir, onda mənfi ilə müsbətə bölündə mənfi verəcək. Görürsünüz ki, bu mənfi verir. Deməli, 2-dən böyük 3 qiyməti versək, arqumentə 3 qiyməti mənimsətsək, görürsünüz ki, müsbət, müsbət, müsbət. Deməli, burada müsbətdir. Artıq biz, deməli, bu araşdırmamıza görə, biz şimdi sol tərəfi silək. Sol tərəfi silək ki, buradan da qrafik vurmaq üçün bizdə yer olsun. Artıq bunlar sizə məlum məsələdir, bunları biz araşdırdıq. Deməli, onda funksiyanın qrafikini qura bilərik. Yəni, elə belə deyək. Burada yer var, onsuz da. Yəni, bir tərəfdən cədvəli qurarıq, bir tərəfdən də qrafik qurarıq. Problem olmaz. Yəni, cədvəli belə quraq. Sol tərəfdən quraq. Ya da sağ tərəfdən quraq, fərqi yoxdur. Deməli, bu arqumentin aldığı qiymətlər olsun. Bu törəmədir, f-x. Bu da olsun f2, funksiyanın özü. Bu şəkildə alaq. Sonra biz burada deməli mənfi sonsuzluq 0 aralığına baxırıq. Mənfi sonsuzluq 0 aralığında funksiya özü necə qalır. Sonra burada deməli sıfırda yazaq. Çünki 0 orada nədir bizim üçün? Böhran nöqtəsidir. Ona görə biz onları ayrıca qeyd eləməliyik. Çünki orada minimum maksimum biz orada tək. Ümumiyyətlə, funksiyanın ekstrem nöqtələrini onun böhran nöqtələri arasında axtarmaq lazımdır. Ona görə siz bunu bilməlisiniz. Sonra gəldi burada 0-1 aralığı. Sonra 1-2 aralığı. Ən nəhayət gəldik. Deməli, 2-yi onun böhran nöqtəsində qeyd edirik. Qeyd edirik. 2-nin böhran nöqtəsidir. Sonra gəldik burada, deməli, 2 müsbət sonsuzluq aralığını qeyd edək. Bəli. Bax, əziz dostlar, siz bu cədvələ fikir versəz, bu cədvələ diqqət edin. Bax, burada biz bilirik ki, burada funksiya nədir? Artır. Bu aralıqda funksiya artır. Deməli, bunu belə göstərir. Törəmə müsbətdir, yəni funksiya artır burada. Evet. Burada isə deməli, funksiya 0-1 aralığında azalandır. Bunu da belə göstərək. 1-2 aralığında da azalandır. Bunu da belə göstərək. Sonra törəmə 0-da 0-a bərabərdir. Sonra fx-də
qiyməti yerinə yazsaq, sıfırı burada fx-də yerinə yazsaq, hansı qiyməti alacaq? Funksiyada yazırıq yerinə. Məsələn, funksiya bizdə bu şəkildədir. Sıfırı yazsaq yerinə, deməli, sıfır yazsaq, bu da sıfıra çevrilir, bu da, deməli, bu -2 verir. -2 verir. Deməli, funksiyanın qiyməti burada -2 olur. Sonra gəldik, deməli, bunu biz oxları ilə törəmənin yanına yazmayaq, buradan yazaq. Burada artandır, burada da azalan oldu, buradan da azalan oldu. Sonra gəldik, bu funksiyanın sıfırlarıdır, biz bunu burada qeyd edirik. Deməli, törəmənin sıfırlarıdır. Bax, sıfır yazanda törəmə nə verdi bizə? Sıfır verdi. 2, deməli, burada gəldik, indi 2 versək, törəmənin qiyməti yenə də sıfır olur. Deməli, törəmənin qiyməti burada sıfırdır. Sıfırdır, amma funksiyanın qiyməti hesablasaq, yəni biz burada 2-ni funksiyada yerinə yazıb hesablasaq, deməli, 2-nin kvadratı verəcək 2, bu da 1-ə 4, bağışlayın, 4 çıxıb 4-ə 0 getdi, burada qaldı 2 bölək, 2 çıxıb 1-də 1 verəcək, 2-ni də 1-ə bölündə 2 verəcək. Deməli, funksiyanın qiyməti 2 olur. Və 2 müsbət sonsuzluq aralığında, əziz dostlar, fikir versək, görərsiniz ki, 2 müsbət sonsuzluğunda verilmiş funksiya nədir? Artandır. Yəni, törəmə burada müsbət olduğuna görə verilmiş funksiya nədir burada? Artandır. Deməli, funksiya bu aralıqda nədir? Artandır. Deməli, onda biz, bax, bu artıb azalmaya görə biz müəyyən edə bilirik ki, bu verilmiş funksiyanın maksimumudur. Maksimumu. Yəni, burada maksimumu, bu da olacaq nəyi? Minimumu. Deməli, x bərabər 0 nöqtəsi funksiyanın maksimum nöqtəsidir. 2 nöqtəsi isə funksiyanın minimum nöqtəsidir. Həmin nöqtələrdə aldığı qiymətlər isə -2, -2. Siz bilirsiniz ki, əziz dostlar, bu lokallıq xarakteri daşıyır. Yəni, bu -2, deməli, mənfi sonsuzluq 1 aralığında, mənfi sonsuzluq 1 aralığında, bura diqqət edin, mənfi sonsuzluq 1 aralığında verilmiş funksiyanın maksimum qiyməti -2 olacaq bu aralıqda. Lokallıq xarakteri daşıyır. Yəni, burada kifayət qədər aralıq böyükdür, yəni mənfi sonsuzluq 1-dən söhbət gedir. Deməli, mənfi sonsuzluq 1 aralığında, deməli, funksiyanın maksimumu nəyə bərabər oldu? -2-yə. Amma maksimum nöqtəsi nəyə bərabər oldu? 0-a. Bu yüzden bunu buradan qeyd eləyək. Bunu qeyd eləyək. Deməli, bax, burada funksiyanın maksimum nöqtə x maksimum nəyə bərabər oldu? 0-a bərabər oldu. Və f maksimumda, f maksimum 0-da deməli nəyə bərabər oldu? -2-yə bərabər oldu. Söhbət bu aralıqdan gedir. Bax, bu aralıqdan gedir söhbət. Sonra burada bir müsbət sonsuzluq intervalına baxın. Bir müsbət sonsuzluq intervalına baxın. Burada da ona fikir verə bilərsiniz. Bir müsbət sonsuzluq intervalına baxın. Deməli, bir müsbət sonsuzluq intervalında da, yəni bu intervalda da, deməli, funksiyanın minimumu, yəni minimum nöqtəsi bağışlayın. X minimum nəyə bərabərdir? X minimum deməli 2-yə bərabərdir. X minimum 2-yə bərabərdir. 2-yə bərabərdir. Onda f minimum 2-də nəyə bərabər olur? Deməli, 2-yə bərabər olur. Bax, bunların hamısını nəzərə alandan sonra, artıq biz bunların hamısını nəzərə aldıq. Bax, görürsünüz, burada şangul asimtotuda, maili asimtotuda qeyd eləmişik. Maksimum nöqtəsi, minimum nöqtəsi qeyd olunur. Yəni, funksiyanın maksimumlarda, maksimumda, minimumda, ekstremumlarda. Yəni, ekstrem nöqtələrdə qeyd olunur, maksimumları da. Yəni, ekstremumlarda qeyd olunur. Deməli, bu şəkildə indi funksiyanın qrafikini biz tədqiq edə bilərik. Onda biz yavaş-yavaş funksiyanı tədqiq edək. Deməli, bax, koordinat müstəvisini çəkirik. Artıq verilənlər hamısı göz qabağındadır. Deməli, bu y oxu, bu da x oxu. Sonra x bərabərdir 1 müsxətli şaquli asimtot olduğuna görə onu da qeyd edək. Deməli, 0 koordinat başlanğıcı, -1,
mənfi 2 və s. Deməli 1, 2, 3, 4, 5 və s. Sonra 1, 2, parçaları eyni götürmək lazımdır. Yəni burada deməli 2, 3, 4, 5 və s. Birinci növbədə asimptotları çəkək. Önəmli məsələdir. Asimptotları çəkək. Deməli biz onları başqa rəngli asimptotları çəkək. Böyle kırmızıdan çəkək. Bu oldu şagullu asimptotu. İndi biraz səliqəsiz alınsa da üzrü sayın. Marker blokada sürüşürdü, adam o xətti düz çəkməyə çalışır, amma alınmır yaxşı. Nəysə. Sonra biz burada maylı asimptotu almışıq. Yəni Y bərabərdir. Görürsünüz ki, maylı asimptot burada nədir? X-1. Bax, maylı asimptot budur. Onu da qrafini quraq. Deməli, 2 nöqtə qiymət versək, bəs eləyir. Deməli, 0 versək, mənfi 1 verəcək. Deməli, 1 buradan keçəcək. Funksiyanın qrafiki 0, mənfi 1 nöqtəsindən keçəcək. Bir də 1 versə 0 verəcək, elə buradan keçəcək. Deməli, funksiyanın qrafiki, yəni Y bərabər X-1 xətti funksiyasının qrafiki təxminən bax bu. Təxminən bax bu. Təxminən bax bu. Həmin funksiyanın, xətti funksiyanın qrafiki. Belə. Deməli, bu da oldu Y bərabərdir. Deməli, X-1 maylı asimptotunun deməli, qrafiki, xətti funksiyanın qrafiki. Bu da oldu X bərabərdir 1 şagullu asimptot. X bərabərdir 1 şagullu asimptot. X bərabərdir 1. Yəni, bu da oldu şagullu asimptot. Və indi biz artıq funksiyanın qrafikini qura bilərik. Deməli, funksiyanın qrafikini quraq. Siz onu başqa bir rəngli markerlə quraq. Deməli, əziz dostlar, bax, biz burada nəzər yetirsək, görərsiniz ki, burada verilmiş funksiyanın deməli, maksimum mənfi 2-dir. Hansı aralıqda, əziz dostlar, mənfi sonsuzluq, belə bunu da qeyd edək. Bəli, mənfi sonsuzluq, bu da müsbət sonsuzluq, mənfi sonsuzluq. Bəli. Bax, burada mənfi 1, mənfi 2, onu da qeyd edək burada. Deməli, bu da mənfi 2-dir. Mənfi 2. Bəli. Verilmiş funksiyanın qrafiki, təxminən, bunu da qara rəngdə markerini çəkək ki, biraz fərqli olsun. Qara yazır. Nəysə, fərqli rəngdə eyni yoxdur, yazır olmuş. Göylə çəkək, eyni yoxdur, göylə. Deməli, bax, funksiyanın təqribən qrafiki bax, belə olacaq. Yəni, bunu siz qiymət verib yoxlaya bilərsiniz. Deməli, bu mənfi 2 nöqtəsi oldu. Bu nöqtəni seçdik. Deməli, bax, funksiyanın qrafiki təxminən bax bu.
Təxminən bax bu funksiyanın qrafiyi. Burada da minimumu 2. Minimumu 2-dir. Onda özdə 2 verəndə 2 verir. Deməli, 2 verəndə 2 verir. Deməli, bax budur. Təxminən. Deməli, funksiyanın qrafiyi bax bu olacaq. Təxminən bu funksiyanın qrafiyi. Yəni, mayda asimtota sonsuz yaxınlaşır, amma ondan üst-üstə düşə bilmir. Bacardığımız qədər biz bunu çəkdik, bacardığımız qədər. Bax, bu şəkildə verilmiş funksiyanın qrafini biz belə təxminən qura bildik. Bax, buradan istənilən bir qiymət versəniz, görərsiniz ki, doğrudan da eylədir. Yəni, məsələn, tutaq ki, deyək ki, x-ə 3 qiyməti versən, 3-dən 2 çıxanda nə verəcək? 3-dən 1 çıxanda 2 qalır. Deməli, 3 verəndə 2 verəcək. 3 verəndə 2 verəcək. Deməli, 0 verəndə mənfi 1 verdi. Mənfi 1. Buradan keçdi. Sonra 1 verəndə də 0 verdi. 1 verəndə 0 verdi. Xətt haradasa burada biraz əyri çəkilir. Əyri çəkilir. Ona görə deməli o xəttin əyriliyi biraz olur, təsdiq eləmir. Yəni, amma məsələn, burada siz hansı qiyməti versəniz, məsələn, bu düz xəttə aid olan nöqtəni, bu elə olursa siz dəqiq onu şey edin, nöqtələrini verib, dəqiq çəkin, əyri olmasın. Sonra məsələn, tutaq ki, 2 versək 1 verəcək. Onda bax, o olacaq nöqtə. Böyle onu qırmızı ilə çəkeyim. Bu biraz dəqiq olsun, çünki daha məqsədə uyğun olsun da. Daha məqsədə uyğun olsun. Deməli, 2 verəndə 1 verir. Deməli, 2 verəndə 1 verir. Bax, nöqtənin biri budur. Yəni, biz burada haradasa əyri çəkmişik. Ona görə də səhvimizi düzəldək. Bax, bu qrafik. Sonra 3 verəndə 2 verir. Bax, budur. 3 verəndə 2 verir. Bax, bu. Bax, buradan keçəcək funksiyanın qrafiyi. Ona görə qrafikdə biraz düz alınsın deyə bunu belə yazmaq lazımdır. Belə. İndi grafiki biz geniş çəkə bilərik oradan. Bu onun üçün biraz da deməli funksiyanın qrafiki təxminən bax bu. Yəni burada indi biz burada marker sürüşü deyə ölçədə biraz onu dəqiq çəkib göstərə bilmirik, amma təxminən başa düşürüz funksiyanın qrafiki necə qurulur. Deməli, bax bu şəkildə, bax burada elədiyimiz bütün məsələ, araşdırdığımız, söylədiyimiz bütün məsələlər, yəni bu funksiyanın tədqiqinə aid irəli sürdüyümüz bütün məsələlər öz əksini tapır, görürsünüz ki. Yəni siz bunu dəftərdə, dəftərdə daha yaxşı, dəqiq qura bilərsiniz bu məsələləri, yaxşı həll edə bilərsiniz. Yəni sadəcə mən burada istiqamət verici olaraq sizə bunu izah elədim ki, yəni funksiyanı tədqiq eləmək üçün deməli funksiyanın teoreməsindən istifadə etmək lazımdır. Teoreməsindən istifadə edib onun stasionar nöqtələrini, sonra onun böhran nöqtələrini tapmaq lazımdır və onu funksiyanın teoreməsinin işarəsinə görə aralıqlara ayırmaq lazımdır. Əlbəttə ki, onun təyin oblasını biz aralıqlara ayırırıq. Gördüyünüz kimi, bax, burada görürsünüz, mənim sonsuzluqlar aralığında onun maksimum nöqtəsi 0, maksimumu mənfi 2 oldu. Bir müsbət sonsuz aralığında onun minimum nöqtəsi 2, minimum qiyməti 2 oldu. Yəni, bunlar hamısı bax, bu şəkildə cədvəldə deməli göstərildi, deməli bu şəkildə. Və biləsiniz ki, burada deməli, burada da işarə deməli müsbət oldu, burada da mənfi oldu, burada da mənfi oldu. O işarələri də yazaq, burada da müsbət oldu. Yəni, teoremənin işarəsində söhbət gedir burada.
Deməli, törəmənin işarəsi burada bu arada müsbətdir, bu arada mənfidir, bu arada da mənfidir, bu arada müsbətdir. Və bu şəkildə deməli biz verilmiş funksiyanın qrafikini bax belə tədqiq elədik, göstərdik. Əziz dostlar. Bununla da deməli bu mövzu yekunlaşdı. Mən sizə demişdim ki, yəni bu mövzunun arxası çəkiləcək. Yəni bu misal da yəqin ki, xatırlayırsınız. Yəni həmin o keçənki videonun sonunda dedik ki, bunu tədqiqin gələn dəfə deyərik. Yəni göstərdik ki, yəni funksiyanın törəməsinin tətbiqi ilə funksiya necə araşdırılır, onun minimum maksimum nöqtələri, böhran nöqtələri və s. Deməli, onları biz birinci hissədə izah eləmişik ki, minimum maksimum nöqtələr nədir, böhran nöqtələr nədir, stasionar nöqtələr nədir, onlar hamısı izah olunmuş sizə. Nəysə, sona yetişdik. Bugünkü deməli, iki videonu deməli biz çəkərək sona ərdik. Deməli, nə dərəcədə izah elədik, indi baxıb özünüz bilərsiniz. Və mənə elə gəlir ki, biz burada çalışdıq ki, bütün incə məqamları sizə izah edək və izah elədik. Diqqətinizə görə təşəkkür edirik. Gələn videoda görüşənədək. Sağ olun.